Bugün filmlər, bugün podkastlar, televiziyada da, radiolarda da hardan hara gəlmisiniz yolunda söhbət ancaq puldan gedir. Pula çatmaq xeyrə çatmaq demək deyil. Xeyrə çatmaq vacibdir. Fariz bəy, sizinlə müzakirə etmək istədiyim və fikirlərinizi almaq istədiyim də çox mövzular var. Məsələn, bir iş adamısınız. Mən də bir kiçik iş adamıyam. Bir çox verişlərə biz dəvət alırıq. Və bizə verilən sualların əksəriyyəti qazancla barədədir. Yəni uğur hekayələrimizin hamısı cəmiyyətə nə qədər varlanmısınızın üzərində qurulur. Bugün filmlər, bugün podkastlar, televiziyada da, radiolarda da hardan hara gəlmisiniz yolunda söhbət ancaq puldan gedir. Bununla mən heç razı ola bilmərəm bir etika mütəxəssisi kimi. Çünki insanı uğurlu edən başqa dəyərlər də var. Gözəl qonşu, məlahətli həyat yoldaşı, xeyirli övlad, gözəl dostlar, bunlar uğurdur. Amma biz gözəl dostları olan bir insanın uğur hekayəsini çəkmirik. Və buna üsyanım var. Çünki etika akademiyası olaraq hər zaman dəyərlərdən uğur qazanmağa istəmişik. Siz necə baxırsınız bu fikrə? Təşəkkür edirəm Günel xanım. Gözəl sözlərə görə bir dənə qəbul etmədiyim bir sözünüz oldu ki, kiçik iş adamı. Sizin maşallah ki, çox böyük iş adamısınız. Həm də sizin həqiqətən də cəmiyyətdə o dediyiniz mənim baxımından ki, iş adamı olaraq bütün o reputasiya və mədəniyyətlə birlikdə sizi həmişə belə görmüşük və sizdən bu cür maraqlı, ən aktual məsələyə toxunmağınız doğrudan da bu çox vacib məsələlərdən biridir. İlkin olaraq bəli, bir neçə rakursdan baxmaq olur bu məsələyə, uğur məsələsinə. Bir nəfərin bir sözü var idi ki, uğurlu iş adamı ancaq belə deyək, işində pul olaraq hansı bir uğurlara çatıb, amma 150 kiloqramdır. Yəni sağlamlığının bir qayğısında deyil. Bir günə bir 15 dərman qəbul eləyəndir. Ailəsinə vaxtını ayırmayandır, dostlarıyla vaxt keçirtməyəndir. İstədiyi zaman o belə deyək, bəlkə də normalda minlərlə insandan daha çox maddi asılılıqdan çıxıb, amma özünü daha da dərin asılılığa salıb, zindana salıb. Yəni o baxımdan bəli, bir tərəf odur. İkinci tərəf ki, bəli, mən də tam razıyam ki, məsələ uğura çatmaq, mən bu məsələyə həmişə daha bir yaxşı söz seçirəm ki, pula çatmaq xeyrə çatmaq demək deyil. Xeyrə çatmaq vacibdir.